Hadi dostlar, bir de ben diyeyim ki ben dəfələrlə bu Bərdənin Azər işığına müraciət eləmişəm buradan. Əziz dostlarımız, əziz qardaşlarımız, əziz ağsaqqallarımız, əziz elimiz, obamız. Mən bunu dəfələrlə canlıda da müraciət eləmişəm. Video çəkilişdə də paylaşanda da görürlər. Ben bu Bərdənin Azər işığına xahiş edirəm ki, əziz dostlarımız, əziz qardaşlarımız, siz mənə kömək eləyəsiniz. Bir seyir olaraq, bir ağır seyir olaraq sizdən xahiş edirəm, əziz dostlar. Bu videoya baxanda Bərdənin Azər işığı kimdirsə, oranın rəhbərliyini bilənlər varsa, tanıyanlar varsa, mənim bu müraciətimi elə bir müdirə satdırasınız da, müdirə deyəsiniz. Ben bu ışık saygazının elinde zulümünde kalmışım əziz dostlar. Onunla bağlı bu videonu çəkib koyuram ki, yani siz bana kömək eləyəsiniz. Bir kardeş kimi, bir doğmanız kimi, bir əziziniz kimi. Vallahi ben bu tosti xarabdırsa, nədirsə bilmirəm. Ben karşı ışık vuram qalmış. Ben istedim ki ya gelsinler bu saygazı değişsinler, ışık saygazı. Ya da buna bir elaz olunsun. Ya harapsa tezesi koyulsun əziz dostlar. Siz bana kömək eləyin də. Əziz Qarabağlılar, əziz Bərdəliler. Bu bacardığınız kadar Azər işığın müdürün kim tanıyırsa bu haqda bir məlumat versin. Mənim əlaqə nömrəm 553 89 11 051 ilə 553 8911. Bu nömrəyə mənlə əlaqə saxlasın Azər işığın müdürü. Mən heç olmasa dərdimi deyə bilim əziz dostlar. Vallahi utanırım. Özüm də bu videonu çəkməkdə utanırım. Özünüz bilirsiniz də mən hər saat nə video çəkmirəm, nə də paylaşmıram. Sadəcə əziz dostlarımız, əziz kardeşlerimiz, əziz ağsaqqallarımız, əziz Bərdənin rəhbərləri, iş adamları, xahiş edirəm. Gene de bir evladınız kimi bu işıq barəsində Azər işığa satdırasınız. Mənim bu fikrimi satdırasınız ki, mən vallahi əziz dostlar, belə götürəndə mən bir gün